Salam qızlar, bu günləri Mələklə ana-bala günümüz idi. Keçən həftə sonunu həm Mələklə tətili bitirdi, həm də Mələk məndən uzun müddət istəyirdi kinoya gedək, məni kinoya apar, dedim nəsə ki, apararam səni. Təbii ki, analar hər zaman övladlarından qabaq durur. Əgər harasa getməyə lazım olursa, başlayırıq birinci eləməyə, evləri təmizləməyə. Mən də səhər yuxudan oyanıram, saçlarımı yuyuram, başlayıram evləri səliqəyə salmağa. Əslində birinci fikirləşdim ki, evləri səliqəyə salım, belə dərin təmizləməyim. Ondan sonra işi gətirir, onu elədim, bunu elədim. Nəsə ki, axırda evləri silmək. Mənə görə birinci kuxnamı yığışdırmaq, təmizləmək mənim üçün elə bilirəm ki, evlərin işinin 90% bitir. Və evə daxil olanda görürəm ki, əgər mənim hər hansı bir qabım kirli qalmayıbsa və yaxud da ki, hər hansı bir kuxnada, stolun üstündə nəsə bir yemək falan qalmayıbsa, mən sevinirəm ki, mənim digər işlərim daha rahat olacaq. Ona görə də birinci də iş görəndə həmişə kuxnadan başlayıram, təmizliyimi oradan edirəm, ondan sonra otağı səliqəyə salıram, keçirəm Mələk yuxudan ayılır, yuxudan ayıldıram, gəlib evləri falan pilesos deyib silirəm. Təbii ki, mənim işim olduğuna görə həmişə telefona baxıram, mesajlara cavab verirəm və arada kinomu da baxıram. Bir dənə evdə iş görəndə mən artıq seriallara baxıram. Əvvəldə daha çox baxırdım, nə yalan deyil. Bir də qızlar bu süpürgəni çox sevirəm. Doğrudan dərindən evin tozunu götürür. Həqiqətən qəşəng süpürgədir. Paltarları asıram, qurumayanları təzədən sərirəm. Saçlarımı da mən uzun müddətdir ki, artıq ütü feni vurmuram, elə hava feni eləyirəm və saçlarımın rəngini dəyişmək istəyirəm. Yəni ki, 1-2 günə dəyişərəm. Özüm rəng qoyacağam və sizin üçün vlog bölüşəcəm. Günorta kimi evdə işlərimi görürəm. Günortadan sonra da gedirəm biraz işdə işləyirik Mələklə birlikdə. Təbii ki, Samirə də indi orada işçimiz yox idi. Artıq yeni işçimiz gəlib mağazaya. Samirə ilə 2 nəfər artıq xanım işləyir və gedirəm sonra Mələklə filmə. 28 nol aparıram kinoya. Təsadüfən neçə ildir ki, bir podruqam var. Onu görmürdüm. Onunla danışıb görüşürük birlikdə. Kinoya baxırıq. Daha sonra da oturub kinoya baxmamışdan qabaq acımışdıq. Oturub Mələklə manvola yemək yeyirik. Daha sonra kinoya baxırıq. Kinodan sonra podruqamla oturub nə qədər söhbət edirik. Mənim üçün həqiqətən çox maraqlı gün idi. Evə qaydanda mənim bir müştərim var. Bir gündən bir səhər 8-də taksi göndərir. Ona ətirləri göndərirəm. Ona görə də axşamdan gəldim, kətirlər mağazadan götürüm. Səhər çatdırması